Bugün sizlerle qeyri-müəyyən integral mövzusundan 3 suala baxacağıq. Birinci sual integral kəsir sürətdə x kvadratda çıx 4x üstəgəl 3 məxrəcdə x kvadratda çıx x dx. Əvvəlcə biz kəsri sadələşdirməliyik, yəni vurğuları ayırıb ixtisar aparmalıyıq. Sürətdə kvadrat 3 ədildir. Ya V teoremindən ya da diskriminantdan istifadə edərək siz bu kvadrat ədilin köklərini tapıb vurğulara ayıra bilərsiniz. Mən birbaşa yazacağam. İntegral sürətdə x çıx 1, x çıx 3. Çünki V teoremindən istifadə elədim. Tənliyin kökləri hasılı 3, köklərinin cəmi isə 4-dür. Məxrəcdə isə x-i mötərizə xaricindən çıxartsam, qalar x çıx 1. dx bərabərdir. Sürətdə də məxrəcdə də olan ortaq vurğu, yəni eyni vurğu ixtisar aparıram. Yerdə qalır x çıx 3, məxrəcdə isə x dx bərabərdir. İndi isə x x-a böləndə verir bizə 1 çıxılsın. 3-ü x-a olduğu kimi qalır. X da 3 dx. 1'in integralı olacaq x. 3 bölünsün x. 3'ü biz yəni sabit olduğundan integral işarəsindən xaricinə çıxarda bilirik. 1 bölü x-in integralı biz bilirik ki ln x-a bərabərdir. Çıxılsın 3 vurulsun ln modulla x plus c. Qeyri-müəyyən integralda taparkən həmişə biz sonda c sabitini əlavə edirik. Keçək növbəti sualımıza. İntegral sinüs x, kosinüs 2x dx. Biz burada iki qat arqument düsturlarından istifadə edəcəyik. Əvvəlcə ifadəni 2-yə vurub bölək. İntegral. Məxrəcdə böləcəyimiz 2-ni məxrəcdə yazdım. 2 sinüs x, kosinüs x, kosinüs 2x dx. Burada 2 sinüs x vurulsun kosinüs x. Sinüs 2x iki qat arqument düsturunun açılışıdır. İntegral sinüs 2x kosinüs 2x bölünsün 2 dx. Yenə də bu iki qat arqument düsturunun açılışıdır. Sinüs 4x'in, amma solunda 2 yoxdur. O iki vurğunu əlavə edək. Sürət və məxrəci eyni bir ədədə vurduqda kəsirin qiyməti dəyişmir. Ona görə də məxrəci də 2-yə vuracam. Eləyəcək 4. Və 2 sinüs 2x kosinüs 2x nəyin açılışı oldu dedik? Sinüs 4x'in. Yazaq integral sinüs 4x bölünsün 4 dx. Bunu biraz sərgəli formada təkrar yazaq. 4'də 1 vurulsun sinüs 4x dx bərabərdir. Biz bilirik ki, sabit ədədi integral işarəsinin xaricinə çıxartmaq olar. 4'də 1 vurulsun integral sinüs 4x dx bərabərdir. Sinüsün integralı biz bilirik ki, mənfi kosinüs x-dir. Sinüs 4x'in integralı isə həmişə sinüs və kosinüs tangens, kotangens həll edərkən x-in əmsalı onun tərsi kimi keçəcək qarşıya. Yəni 4'də 1 kimi. Buradakı 4'də 1 bu 4 olacaq. 4'də 1 kimi keçəndə qarşıya 16'da 1 və dedik ki, sinüsün integralı nədir? Mənfi kosinüs. Bir dənə də qarşıya mənfi keçəcək. Yəni mənfi 16'da 1 kosinüs 4x üstə gələk c. Keçək növbəti sualımıza. İntegral 3 üstü x vurulsun 4 üstü 2x dx. 4 üstü 2x'i biz 16 üstü x şəklində yaza bilərik. İntegral 3 üstü x vurulsun 16 üstü x dx bərabərdir. Əgər qüvvətlər eynidirsə, əsasları bir-birinə vurmaq olar. 3'ü 16'ya vurduqda edir 48. İntegral 48 üstü x dx. Burada bir qaydanı yadımıza salaq. İntegral a üstü x dx. Üstü funksiyanın integralı nəyə bərabər idi? A üstü x bölünsün ln a üstə gəl c. Biz bu qaydadan istifadə edirik. İntegral 48 üstü x dx bərabərdir.
48 üstü x bölünsün ln 48. Ln natural əsaslı loqaritmadır. Üstə gələcək. Bugünlük bu qədər.